Cinsi həyatın qadın orqanizminə faydaları barədə. Bunu bilməkdən ötürü seksin çatışmazlığının 4 əlamətini nəzərdən keçirək. Birinci əlaməti, seks çatışmayanda qadın əsəbi və yuxulu olur. Razı qalan qadın daha sakit, daha istirahət etmiş olur. Bu birbaşa oksitosinin təbii sakitləşdirici rolu ilə bağlıdır. 2. Cinsi həyat yaşamayan qadın tez qocalır. Gənc və sağlam dəri keyfiyyətli intim yaxınlığın göstəricilərindən biri hesab edilir. Çünki bu prosesdə kollagen əsas rol oynayır. 3. Dəridə seks yaşanmadıqca iltihabların ehtimalı artır. Yaxşı cinsi həyat həm də dəri sağlamlığı ilə əlaqələndirilir. Belə ki, progesteron sızanaqların azalmasına kömək edə bilir. Və nəhayət, 4-cü amil, cinsi həyat yaşamayan qadınlar ətrafdakılara qarşı tez əsəbləşir. Razı qalan qadın isə stressə daha az məruz qalır. Endorfinlər müsbət əhvalın formalaşmasına kömək edir.